Çünki əsl xoşbəxtlik qəlbdə olur. Və qəlbə də xoşbəxtliyi yerləşdirən Allah Teala'dır. Və Allah Teala da nəyin sayəsində yerləşdirir? O qulluğun sayəsində. Heç vaxt insan günahla, asiliklə o huzuru, qəlb rahatçılığını tapa bilməz. Onu axtarsa da heç vaxt tapa bilməz. Hətta yəni bu barədə istəyir müsəlman olsa, istəyir qeyri-müsəlman alimlər hamısı ittifaq ediblər ki, əsl xoşbəxtlik, əsl səadət qəlb rahatçılığıdır. Hətta Amerikalı bir profesor deyir ki, mən ilk tələbəlik illərində yəni xoşbəxtliyin əsas bariz amillərini bir cədvəl çəkdim, onun xanalarında qeyd etdim. Yəni onlara görə insan xoşbəxt olması üçün yəni birincisi onun mal dövləti olmalıdır, milyonu olmalı. İkincisi vəzifə, üçüncüsü şan şöhrəti olması, yəni insanlar içərisində tanınmasıdır. Və sonra bunu özlərindən olan başqa bir psixologu göstərir, nəfs aliminə göstərir və o da bunun üzərindən xətt çəkir və deyir ki, bunların heç biri xoşbəxtlik deyil. O mənə dedi ki, xoşbəxtlik qəlb rahatçılığıdır. Əsl xoşbəxtlik qəlb rahatçılığıdır. Mən onunla razılaşmadım. Artıq o söhbətdən yarım əsr, 50 il keçir və indi dərk edirəm ki, əsl xoşbəxtlik, əsl səadət, yəni qəlb rahatçılığıdır. Amma bəzi insanlar elə güman edirlər ki, yəni bir insanın mal dövləti varsa, o insan xoşbəxtdir. Yəni Allah Teala onu sevir, ona sevdiyindən ona mal dövlət verir. Və yaxud da kiminsə kasıbdırsa, Allah Teala onu xoşlamır, ona görə onun ruzisini daraldır. Allah Teala Qur'anda bu zənni aradan qaldırır və buyurur ki, insanlardan, yəni eləsi vardır ki, yəni Allah Teala qullarından eləsinə mal dövlət verir, onu yoxlamaq üçün. Və o insan deyər ki, Rabbi əkramən, Rəbbim məni ikram etdi. Yəni, mən bu mal dövlətə layiq olduğum üçün Allah Teala mənə bu mal dövləti verdi. Yəni, o insan Rəbbinə şükür etməz. Və əmmə idə məbtələhu fəqədər aleyhi rizqahu fəyəqulu Rabbi əhənən. Nə vaxt ki, Allah Teala yenə qulunu imtihana çəkmək üçün, onu yoxlamaq üçün, onun ruzisini daraldır və o insan deyər ki, Rəbbim məni alçaqdır. Yəni, səbr etməz. Allah Teala cavabında buyurur ki, kəllə, xeyr, heç də belə deyildir. Yəni, mənim kiməsə mal dövlət verməyim, ona olan sevgim bildirmir. Və yaxud da kiminsə ruzisini daraltmağım, onu kasıblaşdırmağım, ona olan qəzəbimi, nifrətimi bildirmir. Və sadəcə bunların ikisi bir imtihandır. Mən mal dövlətlə də qullarımı imtihana çəkirəm və həmçinin kasıblıqla da. Mən kimi ucaldıramsa, yalnız mənə olan itaətinə, qulluğuna görə ucaldıram. Və mən kimi alçaldıramsa, yalnız öz günahına görə, asiliyinə görə, məndən üz döndərməsinə görə alçaldıram. Deməli, insanın həqiqi səadəti, yəni bu mübarək kitabı oxuyub, orada olanlara əməl etməsindədir. İxlasla.com saytı tərəfindən təqdim olundu.